Sən qrammatikanı kitab, dəftərdən bilirsən. Amma danışığa gələndə yenə də alınmır. Qrammatika sadəcə cədvəl olaraq qalmamalıdır. Qrammatikadan danışığa müəyyən yolla getmək lazımdır. Bu da qrammatika, qrammatik cədvəl, ifadələr, dialoqlar, nitq. Çünki həyatda səndən soruşmurlar, bu hansı haldır? Hansı şəkilçini işlətməlisən bu halda? Şəkilçinin mənası nədir? Həyatda ünsiyyət qurursan, hardasan, nə vaxt gələcəksən, hardan zəng eləyirsən və ancaq o halda ki, qrammatik qanunlar real danışıqda səlist, sərbəst istifadə olunur və rahat ünsiyyət qurursan, onda demək olar ki, bu qrammatik qanunları artıq sən mənimsədin. Qrammatika danışıq üçün bir vasitədir. Biz isə danışmağı, ünsiyyət qurmağı öyrənirik.